Bəli, bəli. Tamam. Mokapları bugün başlayacağım sizə. Mokaplarla necə düzgün işləməlisiniz? Onlarla da işləyəcəm, onları izah edəcəm sizə. Olar, çünki məndə bir-iki sual var mokaplara qarşı. Onları da sizə verərəm də olar. Siz verin öncədən. Deməli, məndə məsələn təzəlikcə də bu gün prosmotrum oldu. Transport mokapı, yəni dizayn eləməli idim və mokapla işləməli idim. Mokap tapmadım deyə özüm düzəldirdim. Onda da çətin olur da. Onun deyəsən bir yolu var ki, belə üstünə tam otursun. Mən sizə keçmişdim, yadınızda deyil. Yadımda idi, prosta düzəldə bilmədim onu. Onu göstərərəm. Onu da göstərərəm. Problem deyil. İndi onu göstərərəm. Deməli, iki cür mokap məsələmiz var bizim. Bir var mokapları özümüz hazırlamağımız, bir də var hazır mokaplar götürməyimiz. Mokap seçimi çox önəmlidir. Yəni mokapları elə seçməlisiniz ki, mokapları elə götürməlisiniz ki, siz həm brendinizə uyğun olsun, sonra onun rəngini dəyişmək istəyəndə rəngini dəyişdirə biləsiniz. Ona uyğun mokaplar seçməyə çalışmalısınız. Ən yaxşı iki sayt var. Freepik falan da var, düzdür. De onları bilirsiniz. Amblasla mockupworld.co com yox, .co olan. Bu iki sayt daha yaxşıdır. Mockup tapmaq üçün, mockup seçimləri üçün. Mockuplarınızın məsəl üçün ən çətinlik çəkilən sütun isə sosial media mockuplarıdır. Axtarış yerinə həmişə əgər sosial media ilə bağlıdırsa mockup, social media post yazır. O şəkildə baxmaq lazım mockuplara. Social media postla bağlı olan mockuplar daha çox telefonla, digital dünya ilə əlaqəli olanlardır. Yəni belə mockuplardır daha çox. Bunlar çöl mockupları sayılır. Belə tiplərini də götürə bilərsiniz. Belələri də yəni uyğun gəlir sosial media poster mockuplarına, daha fərqlidir. Belə tiplər çox da sosial mediaya uyğun gəlmir. Bunlar daha çox belə çap işlərinə uyğun gələn mockuplardır. Daha çox belə tərzdə olanları götürə bilərsiniz. Burada da məsələn birinə daxil oldunuz, onun altında nümunələr də çıxır ki, hə, bu belə stillər var, belə tərzlər var. Bir də lap altında da çıxmış olur ki, hə, sosial media posterlə bağlı başqa nə mockuplar var. Ona da baxa bilirsiniz. Məsələn, bu belə tərzdə olanlar da var. Daha çox telefonla əlaqəli olanda və yaxud da ki, Instagram mockup ilə əlaqəli olanda o şəkildə daha düzgün olur. Və yaxud da Instagram mockup yaza bilərsiniz. Və onda ümumiyyətlə daha tez tapmış olursunuz mockuplarınızı Instagrama uyğun olaraq bu şəkillərdə, bu stillərdə və yaxud da bu stillərdə də məsələn mockup elə bilərsiniz. Ta ki 9 dənə posteriniz var brendinginizdə, 9 dənə posterinizi bura yerləşdirə bilərsiniz. Böyle bu şəkildə stil yarada bilərsiniz. Bura logonuzu qoya bilərsiniz. Bura brendinizin adını yaza bilərsiniz. Gəlin məsəl üçün bunu yükləyək. Və bunu necə işlətmək olacaq? Gəlin baxaq. Free download eləyirik. Bu indi hazır mockup'ın üstündəndir də. Bunu yükləyək. Bu şəkildə müxtəlif saytlara atır. Biz buradan download düyməsini tapmalıyıq. Şimdi free. Bəziləri və bu şəkildə email falan istəyir. Email atır. Kart nömrəsi at. Yox, istəmədi. Bəziləri və bu şəkildə yorur adamı, tozsuz olduğuna görə. Amma deyirsən, müəyyən bir məbləğ ödəmək lazımdır. Bu məsəl üçün yükləmək olmur. Və belə bir problemlər çıxır. Ona görə gedib başqasını tapaq. Bu tərzdə olan var. Burada da məsələn brendinizin adını dəyişməlisiniz, eləməlisiniz. Məsələn, siz keçən səfər başqa adı saxlamışsınız burada, o düzgün deyil də. Burada yəni bu yazı hissələrində dəyişməyiniz mütləqdir. Editlər edirsiniz. Yəni o bilin ki, posterdir, posterin üstünə edit aparırsınız.
Bunun heç Frida alındı yoxdur. Okay, başqasına gedək. Mockup hər zaman vaxt alan işdir. İstədiyiniz mockupu, ürək istədiyiniz mockupu tapana qədər, onu yükləyənə qədər biraz vaxt alır. Hə, bu yüklənir. Bu indi yüklənənə qədər digər məsələlərə baxaq. Loqo ilə bağlı yükləmək istəyirsinizsə, yenə loqo dizayn adi bir qayda yazmalısınız. Yəni ümumi şəkildə baxmamalısınız. Siz hər bir xidmətinizə uyğun tapmalısınız mokaplarınızı və ona uyğun araşdırılma eləməlisiniz. Yəni loqolarda da hansı tip mokaplardan daha çox istifadə etməlisiniz? Belə tərzdə mokap işlədə bilərsiniz. Belə tərzlərdən qaçın. Ümumiyyətlə kateqoriyası nə olursa olsun, xidmətiniz nə olursa olsun, belə tərzlərdən istifadə edin. Belə tərzdə ola bilər. Daha elegantlı görsənlər, daha minimalist görsənlər, detalları çox az olanlar. Lazım olanda çöllə bağlı da götürə bilərsiniz. Çölə uyğun olan mokaplarınızı seçə bilərsiniz. Onlar da yəni çox önəmlidir. Və yaxud da belə tərzlərini də götürə bilərsiniz. Geyimdirsə, məsələn, geyim üçün daha çox uyğun olacaq. İndi zərgərlikdirsə, zərgərlik üçün də belə tərzlərdə gedəcək, belə tərzli loqolarda gedəcək. Loqo mokapı çox rahatdır. Ən çətin məsələsi sosial media posteridir. O da düzgün bayaq dediyim axtarışını eləməlisiniz. Billboardda da rahatdır. Billboard yazırsınız adi bir şəkildə və billboardlarınız çıxır. Bu yoxdur məsəl üçün. Hələ düz yazma. Ha, billboard yoxdur. Billboardlarımız yoxdur. Burada billboard yoxdur. Gəlin burada baxaq görə. Burada da search listəsi eyni dərəcədə billboard yazaq. Nə oluyor bu billboardlara? Mən bir dəfə bu loqom üçün istəyirdim belə tırtıqlı bir dənə kağızda olsun da, onu qoya bilmədim. O nəyə görə ola bilər? Mockup'ın özündən error ola bilər. Mockup'ın özündə yox idi bəlkə o effekt. Onun üçün Yəni layer'lərdə məncə var idi, amma tapa bilmirdim də hansına qoymalıydım. Çox onda layer var idi içində. gəlin o tipli bir logo da yükləyək. Billboardlar niyə? Tamam çatmır. Google'da çıxdı billboardlar. Bunu deyirsiniz. Hə, elə bir şeydir. Yəni ki, biraz içə girib çıxan kimi. Tamamdır. Gəlin bunu yükləyək. Hı. Bunun yoxdur məsəl üçün tablonun hissəsi. Görə bunun var. Bu da yüklənir. İndi gəlin biz sosial media posterimizi açaq. İzli açırıq. Deməli, bu bizim mockup'ımızdır. Mockup'larda layer'lara baxırsınız. Adlar rahat şəkildə yazılır. Məsələn, burada backgroundlar var. Backgroundların rəngini dəyişə bilərsiniz. İstədiyiniz rəng verə bilərsiniz. Duruma görə dəyişir. Burada məsələn, hazır gradient də verilir. Gradient'i də işlətməyimiz mümkündür. Bu background hissəsidir. Yəni, papka baxırsınız nələri dəyişmək lazımdır. Real mockup var. Bu yəni bu hissəsidir. Və mockup'ın bu hissəsidir. Bunun dəyişdirilməsidir. O da burada hal-hazırda bu ümumi background hissəsidir. Biz burada baxın post hissəsini tapmalıyıq və burada bunlar heç. Hə. Ümumiyyətlə adlardan da əlavə layer'ların şəkil hissəsinə də baxa bilərsiniz. Baxın, layer'da məsələn görsənir ki, məsəl üçün bu vizualın dizaynı var. Ta ki burada vizual dizaynı var. Həmin o layer'da da görsənmiş olur. Bu o deməkdir ki, oradakının Smart Object düyməsinə basmalısınız. Və ən rahat üsulu budur. Rahat üsulu şəklində və belə tapmağınız mümkün ola bilər. Üstünə iki dəfə klikləyirsiniz. Pəncərə açıldı və həmin bu vizualdır. Bunu yox eləyirik. Gedək bir dənə özümüzdən bir dənə sosial media posteri götürək. Hazır. Bir də əgər mockup'lara yerləşdirirsinizsə elə birbaşa olaraq mockup'ın üzərində işləyin. Yəni belə bir səhifə açıldı, başlayın posterinizin dizaynını burada işləməyə. Çünki vaxt itkisi də olmur sonra köçürülmə zamanı. Deyək ki, Posta belə ki, mən çox oturaqda eləyirəm. Siz necə? O özünün ölçüsü məsəl üçün
balaca olur, onda piksellər falan çox görsənir, ya keyfiyyəti ölür. Ona görə qrafda məsələn biraz böyük eləyib içinə balacalaşdırıb qoyuram çox ol. Elə də vaxt itkisi olur. Yəni bu əslində normal bir şeydir. Mokapda əslində bu kölgə zadına effektlərlə düzəlir. Görün məsələn, görürsüz bu halbuki bu da keyfiyyəti aşağı idi. Yəni 800-ün 800-dədir. Yerləşdirdim bura. Ctrl S düşdü bura. Gördünüz? Yəni, Hı. rahat üsul budur əslində. Yəni birbaşa olaraq açılan səhifənin dizaynında işləməyi biz. Yoxsa başqa bir ölçüdə işləsəz, gətirib onu atsaz, bu elə də uğurlu olmur da. Uğurlu olur, vaxt Hə, olur. sadəcə eyni ölçünü götürürəm. Qrafda biraz onu sıfır məsələn əlavə edirəm hər iki tərəfdən. Böyük eləyib içinə balaca qoyuram ki, Yeyə e, bilərsiniz. Normal bir şeydir, sadəcə vaxt baxımından çox vaxt alır da. hə, hə, hə. İmtahanda da elə elədim, həm də onda da vaxtım çox aldı. Bildim, bildim. İndi baxın, bax burada da bizim səhifələrimiz var da. Hansı ki səhifə başqa yazılıb. İndi bəzilərində olur ki, bunlar tək-tək vektor şəklində verilir. Və burada məsələn hər şey mausu gətirsə belə, hər şey görürsüz dəyişdirmək olur. Məsələn, Ramonun üstünə bastım. Bu yazıdır. Bunu götürürəm. Tak. Nə istəyirəm yaza bilərəm. Dəyişdirirəm. Və bu şəkildə dəyişdirmək olur. Dəyişdirə bilmədiyiniz təqdirdə artıq götürürsüz onu Polygon Lasso-la. Məsələn, bunu deyək ki, mən bunu belə dəyişdirə bilmirəm də. Bunun üstündəki qara kölgə bezdirdi. Hansıdır? Hə, bunun ölçüsü. Baxın, deyək ki, bunu dəyişdirmək istəyirsiniz. Amma o şey eləmək olur. Okay, background-u gözünü bağladım. Background gözünü bağladım ki, rahat şəkildə dəyişim. Bunu seçdim. Bunu silmək istəyirsinizsə, rahat şəkildə poligonu götürürsünüz. Poligonu bunun ətrafında çəkirsiniz. Normalda bu background-da bitişi şəkildə olacaq. Bunu delete-lə eləyə bilmərsiniz. Bunu götürürsünüz. Bunu seçəndən sonra gəlirsiniz edit. Filtrdə açılmayıb. Biz bunu gəlin şeyinə eləyək. Arxa planları silmək üçün olan Content Ever Move tool-la eləmək olar. Ətrafında çəkdik. Və sonra gəlirik edit. Yazını Smart Convert to Smart Object eləmək lazımdır. Convert to Smart Object eləyib sonra rasterize layer eləyin. Yoxsa şey açılmır. Fill açılmır. Və indi açıldı. Gördünüz? Yazını Convert to Smart Object eləyirsiniz. Sonra rasterize eləyirsiniz. Ondan sonra da gəlirsiniz. Content Ever Move tool-la çəkirsiniz ətrafında nəyin silinməsi istəyirsə onu çəkirsiniz. Sonra gəlirsiniz edit, fill hissəsinə basırsınız. Burada Content Ever seçirsiniz. Qalanlar olduğu kimi qalır. Opacity 100%-də qalır. Color Adaptation quş qoyulmuş durumda qalır. Mood hissəsi normal olur. Bir dənə OK edirsiniz. Belə geciklər tutur. Error verir. Pikseli azdır, ona görə məncə elə Hə, eləyir. onu deyir elə. Piksel azdır. Piksel azdırsa, tutaq ki, bu yöntəmlə alınmadı. Pack Bəlkə tool. daha böyük şəkillərdə Hə, olur. böyük şəkillər daha çox. Pack tool eləyə bilərsiniz. Nə oldu? Piksel az deyə heç nə eləməyəm bundan. Hə, piksel az deyə bunu eləmək olmayacaq. Həm də ki, belə yerdə onsuz da zaten bunu verib dəyişdirmək olur, rahat şəkildə teksturanı. Gəlin belə eləyək. Tutaq ki, buradan bir mockup götürürəm. İnternetdən bir mockup götürmüşsünüz. Oradan yoxlayarıq. Səhifəsi olan. Məsələn, mən bunun səhifəsi olur, falan yazdım. Səhifə yaradaq. Baxın, burada görə bu olacaq. Yoxlayaq həmin qayda ilə. Content F. Bu normalda bu yazını dəyişmək olur. Bəzi mockuplarda olacaq, bəzilərində olmayacaq. Bu oldu. Gördünüz? Ctrl D və gəlirsiniz teksturanı götürürsünüz. Öz
Brendinizin adını yazıb bura yerləşdirirsiniz. Fontu da tapmağa çalışın. Yəni Instagramın həmin o profildəki fonta uyğun olmasına özen göstərin. Yəni vacib deyil eyni font olsun. Amma ona bənzər olsa bəs eləmiş olur. Yəni bu səhifələrinizdə əgər birbaşa olaraq teksturalarınızı dəyişə bilmirsinizsə, o zaman bu şəkildə silərək dəyişdirə bilərsiniz. Ancaq üsul budur. Deməli, və bu bir məsələ. Logonuzu da həmin qaydada dəyişdirirsiniz. Yəni silirsiniz, gedirsiniz öz logonuzu düzəldib qoyursunuz ora. Yəni adi elə bilin ki, poster yığırsınız da təzədən. Sadəcə hər şey belə ayrılıqda qoyursunuz. Yəni yazınızı belə bu şəkildə seçib dəyişdirmək yoxdursa mokapda, onu bu şəkildə dəyişdirmiş olursunuz. Əgər varsa dəyişdirirsiniz, yoxdursa artıq silməlisiniz. Silməlisiniz, pozanla yox, Ctrl+F Move tool'la sərgəli şəkildə silinsin. Background onsuz da boş backgrounddur. O rahat şəkildə silinəcək, rahat şəkildə bir nümunə vermiş olacaq bizə. Ondan sonra da ki, başlayırsınız sizə brendin öz adını yazmağa. Yəni başqa brend adları yazılmamalıdır. Bu düzgün şəkildə olmur. Və hazır mokapla bu şəkildə işləyirsiniz. Layer'lərə diqqət edirsiniz. Layer'lərdə nə var? Məsələn, burada bu ikincisidir. Görürsünüz, burada vizual şəkil var. Burada da var vizual şəkil var. Və həm də post image yazılıb. Bu iki tərəfli diqqət edirsiniz bu layer'lərə. Üstünə iki dəfə basdınız. Səhifə açıldı. Bunu gözünü bağladınız. Burada dizaynınızı verirsiniz. Və bu şəkildə gəlir, düşür mokapımız bura. Rahat şəkildə. Xırda detallara fikir verin. Yəni burada məsələn artıq sizə aid olmayan bir söz, brendinizə aid olmayan bir söz yazılıbsa, onu da silməlisiniz, öz cümlənizi yazmalısınız. İndi bu mokapda dəyişdirmək olur. Elə mokap olacaq dəyişdirmək olmur. Onu bayaqki burada göstərdiyim kimi silməlisiniz. Deməli, indi bu loqomuza görə yükləndi. Bu tipli loqolarda bəs necə işləyə bilərik? NPS-imizi açırıq. Bunun indi gözünü bağlayırıq. Alttaki mokapımız budur. Baxın, burada file hissəsi var və hətta UR design hissəsi var. Hər ikisi var. İstəsəz buradan seçə bilərsiniz. İstəsəz UR design hissəsini seçə bilərsiniz. Fərqi yoxdur. Və yaxud da buradan altdakindən seçə bilərsiniz. Gəlin, lap altdakini seçək. Amma baxın, bu şeydən şeyi dəyişir, loqodan loqoya dəyişir. Sizin loqonuz bu şəkildə bura oturması üçün biraz stroklu dizaynlar olmalıdır. Yəni ora bütöv bir şəkildə olan bir emblem vura bilmərsiniz. Baxın, ola bilər düşsün bəlkə də, bəzi mokaplar düşür. Məsələn, emblem tipi logo götürsək və bir də arxası transparent olmalı. Məsəl üçün. Baxın, mən bunu bu cür atdım bura, düzdür? Enter vurdum, biraz böyüdü. Və arxasında bunun background var. Ctrl S edirəm. İndi gəlirəm bura. Baxın, düşmədi. Gördünüz necə düşdü? Çünki bu arxasında background var bunun. Bu düşməyəcək. Bunun üçün emblemi də düşməyəcək. Niyə? Çünki bunun giriş çıxıntıları yoxdur. Bütöv bir şəkil kimi qalır. Yəni formatı nədirsə o düşəcəkdir elə. Ay sağ olun. Sizə lazımdır ki, bu tipli daha çox stroklu olan tipli tərzdə formada olan logolara aiddir. Yəni Hamısı başa düşdüm. Yəni topografi, konturu nədirsə o düşəcək elə. kontur xəttləri olmalıdır. Aha. Amma qayda yenə də eyni qayda ilə olmuş olacaq. Məsəl üçün bir dənə bunu da yoxlayaq emblemin tərəfini görək şeyə düşməyəcək. Bunu sildim arxa planını. Ctrl S. Gördünüz? Bunu ancaq Başa düşdüm. amma gedib indi başqa bir kontur xətti götürsəm o düşmüş olacaq. Məsəl üçün ikonik bir logo götürək. Nike düşəcək məsəl üçün. Düşə bilər əslində. Tipografiyalar düşəcək. Bu da düşəcək. Yoxlayaq. Tipografikdir. Strokları var. Atdım. Amma background olmamalıdır. Background da atmamalısınız. Hər tərəfi belə stroklu olmalıdır. Ctrl S. Və gördünüz. Düşdü.
Yəni strok tərəf olmalıdır. Sonra bunu istəsə bunun rəngini, background dəyişə bilərsiniz. Bura gold qoyulub. Siz bunu istəsəz yığışdıra bilərsiniz. Onu gözünü bağlasan, radnoyu budur. Üstdəki effektlər də bunlardır. Məsələn, gözlərini açıb bağlayaraq hansı effektin qalıb qalmaması, yəni bu işıqlardır, effekt beylərdir. Hazır, yəni FX-dən verilib də, öncədən sadəcə veriblər bunu. Bunu yəni özünüz outer glove-la, inner glove-la da özünüz də yarada bilərsiniz. Biz FX-ləri keçmişdik ha. Və onları onunla yarada bilərsiniz, inner glove-la yarada bilərsiniz. Özünüz də bunu eləməyiniz mümkündür. Ha, yəni çətin bir şey deyil. Ə, və istədiyiniz effektləri də tənzimləməyiniz ola bilər. Onu da diqqət eləyə bilərsiniz. Yəni, o da sizə köməkli göstərmiş olacağınız effektin olmaması. Bu goldun yerinə başqa bir şey götürüb özü düzəldib qoya bilərsiniz. Bir dənə sadəcə inteqrasiya edəcəksiniz. İnteqrasiya edəndən sonra o özü avtomatik effekt düşəcək bura. Yəni elə bilin ki, sizin layerlərinizdə bu. İstədiyiniz layerləri dəyişdirin, istədiyiniz layeri başqa bir özünüzdən bir layerlə əvəz eləyin. Bu şəkildə hərəkət edin. Hazır layerlərdir sadəcə. Başa düşdünüz buracan hər şey? Bəli, başa düşdüm. Tamam. Sonra mockupları seçəndə çox diqqət edin mockupların durumuna. Məsəl üçün billboard. Billboard üçün brendinizə baxır da. Məsələn, zərgərliklə bağlı olan mockup'ınızı bunda yığmağınız çox da şey olmayacaq, effektiv olmayacaq. Bu tipli mockup'lar daha çox məsəl üçün yarışma tipli olanlara aiddir. Daha çox məsəl üçün şeylərə aid ola bilir. Sportla bağlı, enerji ilə bağlı, belə tipli şeylərə daha çox mokapa aid olacaq. Yəni dinamikliyi olan mokaplar daha çox aid olmuş olacaq. Yəni buna diqqət etməyə çalışın. Zərgərə ilə bağlı məsəl üçün hə, bu mokap gedə bilər sizin üçün. Arxasında meşə filan, biraz təbiəti xatırladacaq dərəcədə. Belə tipli mokaplar gedə bilər zərgərliklə bağlı. Yəni xidmətinizə uyğun belə tipli mokapları çox seçə bilər. Bu seçə bilərsiniz. İdeyanıza görə dəyişir. Məsəl üçün, gecə həyatını bildirəcək dərəcənin bijuteriyanın parlamasına görə məsəl üçün bunu mokapı seçə bilərsiniz. Biraz məntiqsel düşünməyə çalışın ki, bu mokapla hansı psixoloji durumu göndərəcəksiniz? Hansı fikri ötürürsünüz? Yəni mokapın özü də psixoloji bir hissəsi, yəni bu şəkildə seçilmiş olur da. Və ya da bu mokap parti üçün də gedə bilər bu şəkillərdə. Billboardlarda belə tipli billboardlar da işlədə bilərsiniz. Vacib də gedib belə çöl billboardlarından götürəsiniz. Gedib bu tərzdə billboardlarınızı da götürə bilərsiniz. Bunlar da yəni keçərlidir. Bunlar da müasir sayılır, sadə sayılır. Amma belə tipli mokaplar daha çox qida sektoruna uyğun olur. Zərgərliklə ilə bağlı baxır nə tərz dizayn hazırlamısınız, test edib yoxlamaq olar. Ümumiyyətlə onu qoyursunuz, sonra görürsünüz. Yəni posteriniz bu mokapda ölüva görsəndi yoxsa yox, kreativlik qorundu yoxsa yox. Yəni bunu test eləyərək bilə bilərsiniz. O şəkildə ancaq təhlil etməyiniz mümkündür. Bu hissələrdə buna əsasən diqqət edin. Məsələn, belə tərzdə billboard mokaplarında böyük, məsəl üçün portretli bir dizaynlar hazırladığı zaman, yəni üzü, adam böyük görsəndiyi zaman, face hissələri çox görsənən zaman bu mokapları işlədə bilərsiniz. Yəni demək istədiyim odur ki, mokapları da kör-körənə seçməməlisiniz. Mokapları kör-körənə seçdiyiniz təqdirdə hazırladığınız dizaynınız, xidmətiniz də ölməyə başlayır. Yəni ona görə xüsusi olaraq seçməyə çalışın. Yəni səmavi tərəflər olanda mokapda onu da nəzərə alın ki, sizin məsəl üçün hazırladığınız billboard dizaynınız bu səmaya görə öləcəkmi teması, yoxsa aktualmı qalacaq oradakı göstərmək istədiyiniz vizual təsvirlər? Və yaxud da məsələn backgroundunuz göydüsə, bəzən olur səmaya görə çox maraqlı olur, qəşəng gorilla marketinq eləmək olur, səma ilə uyğunluq olmuş olur. Yəni burada göy, burada göy. Bugün biraz elə bil ki, fiziki bir dünya ilə təmasda olmuş olur dizaynınız. Və yaxud da ki, sürətli keçidlər olan bu tipli mokaplarda dinamikliyiniz varsa dizaynınızda onu da işlədə bilərsiniz. Ona diqqət etməyə çalışın. Sosial media posterlərində də bayağı dediyim kimi Instagramdır, mobil telefonu bildirənlərdir. Bunları işlətməyə çalışın. Logoda da minimalist olmağa çalışın. Bayağı göstərdim ki, hətta logo minimal mokap yaza bilərsiniz.
və belə tərzlər işlədim. Sadə. Belə tərzdə olar. Belə tərzdə olar. Giriş-çıxıntılar zərgərliyə uyğundur, işlədə bilərsiniz. Zərgərliyə məsələn bu uyğun deyil. Bu artıq ofis tipli xidmətlərə daxildir. Yəni və zərgərliyə məsələn bu uyğundur. Ona görə onu düzgün seçməyə çalışıram. Sonra paket mokapları var. Məsəl üçün sizin bijuteriya üçün korobka dizaynları lazım olacaq. Packing mokaplar hansıları seçməlisiniz? İndi həm də fasilədən sonra packing mokapını özünüz necə hazırlaya bilərsiniz, onu da göstərəcəm. Və məsələn, belə tipləri götürə bilərsiniz. Bunun içərisinə özünüz dizayn vermiş olursunuz və logonuzu qoyursunuz, backgroundunuzu təyin edirsiniz. Packinglərdə də sadə olmağa çalışın. Belə tipli sadə. Hətta bunun xidmətinizi də qabağa yaza bilərsiniz qabaqcadan. Və sırf ona uyğun çıxdı. Belə tipli packing mock-up'ları götürə bilərsiniz. Və sadə olur da. Qıraqlarından yazı getmiş olur. Kiçik bir detal ola bilir. Qıraqdan bir detal bura verə bilərsiniz. Ondan sonra belə tərzləri eləyə bilərsiniz. Burada loqovuz, brendiniz yazılmış oldu. Burada məsəl üçün üstündə yazıldı, rəngi təyin elədiniz. Packinglər çox sadə olur yəni. Mürəkkəb eləyə bilərsiniz. Məsələn, belə tip eləyə bilərsiniz. Paternli falan, buralarda paternli falan eləyə bilərsiniz. Bura hər hansı bir sizin bijuteriyanızı, brendinizi bildirəcək atribut da çəkə bilərsiniz. Zərifliyi bildirəcək bir üstəsindən istifadə edə bilərsiniz. Packinglərdə də diqqət eləməlisiniz ki, siz nə tipli packing istəyirsiniz? Yəni qızıl üzüyü satırsınızsa, belə tipli götürməlisiniz. Boyunbağıdırsa, belə tipli götürməlisiniz. Yəni onu da ayrı-ayrılıqda yığmağa çalışmalısınız. O da çox önəmlidir. Tişört mokapları çox rahatdır, amma sizə bu dəqiqə lazım deyil tişört mokapları. Tişört mokaplarında isə daha çox belə tərzli, belə yox, belə. Sadə, göydə qalan, havada qalan. Yəni belə tiplərdən qaçın. Bunlar çox önəmli detallardır. Yəni nə gəldi mokap götürməyə, free-dirsə götürüm onu, elə yox. Belə modern, havada qalıblar. Ön və arxası olan tişört mokapları götürməyi tövsiyə eləmiş oluram. Onda daha çox şey olacaq sizdə. Detal daha çox görsənmiş olacaq. Görürsünüz, belə tərzdir. Bunlar ola da bilər, olmaya da bilər. İstəsə özünüz də götürüb silə bilərsiniz bunları. Belələrindən də işlədə bilərsiniz. Biraz qırışdı filan. Təbiiliyə üstünlük verməyə çalışır. Taxta kimi həmişə qalmasın da mokaplarınız. Biraz qırışdı filan da olmasına çalışın. O hissə də çox önəmlidir. Sonra başqa hansı mokaplar var? Krasovkadır, o da eyni qaydada. Sadə, minimalist. Mokap bizim üçün, baxın, brendinglərdə mokaplar nə üçün var ümumiyyətlə? Premium variantı göstərmək üçündür. Və orada həm də mokaplarınızın rəngini də dəyişdirməlisiniz. Görürsünüz, rənglər elə gedir ki, görürsünüz, mokaplar elə seçib ki, və rənglər elə gedir ki, o tamamlayır brendi. Yəni, biz bu brendingə baxanda, burada məsəl üçün, görürsünüz, belə mokaplar da var. Bu, indi qida ilə bağlıdır. Belə mokaplar da. Görürsünüz, rənglər bir-birini tamamlayır da. Yaşıl yoxdur da burada. Qırmızı, qaradır bu. Bir də göy rəngləri var. Hamısında onları göstərməyə çalışır o nümunələri. Və bu şəkildə belə mən çevirəndə və ya hansı bir müştəri çevirəndə sizin görürsünüz, telefon rəngini də görürsünüz necə eləyir. Görürsünüz. Və bu çevriləndə bu mokaplar elə görsənməlidir. Görürsünüz rənglər. Bilinsin ki, hə, bu brendə aiddir. Bundan qıraq brendə aid deyil. Yəni bu hissəsi çox önəmlidir. Brend burada başqa bir dənə rəng çıxsa və yaxud da ki, başqa cür, məsəl üçün sadə gəlir mokapları sadə gəlir, amma orada bir dənə qarışıq bir dənə mokap işlətmisinizsə, o sizin brendinqinizi korlamış olacaq. Həmin müştəri ayrı bir dünyaya düşmüş kimi olacaq. Amma belə çevirəndə sadəlik olsun, fontların dizaynı olsun, mokaplar seçdiyiniz mokapların sadəliyi olsun. Fikir versəz, daha çox mokaplarda arxa plan boz idi. Və sadə şəkildə bir dənə element görsənəcək durumda eləyiblər bunu. Görürsünüz? Sadə. Əgər belə eləyirsinizsə, hamısı belə getməlidir.
Burada təbiətli mokap, nə bilim, insanın qollarında mokap, belə tipli yox. Həmin o stili tamamlayacaq şəkildə getməlisiniz. Bunun üçün də bir hansısa brendinq yazaraq çoxlu-çoxlu brendinqlərə baxın. Hətta öz xidmətinizə uyğun brendinqləri də tapıb baxın. Vizuallarınızı hətta ona uyğunlaşdırmağa çalışın. Hə, burada rəng kodlarını belə qoyub, siz də belə qoyun, amma öz rənglərinizi yazın. Yəni yerlərini qoruyub saxlayın, amma öz sizə aid olan detallarını işləməyə çalışın. Bu hissəsini qoruyun bu şəkildə. Başa düşdünüz bunları? Aydındır. Sualınız var nəsə? Bunları başa düşdüm. Mənə şey maraqlıdır. Bu məsəl üçün biz dizaynını düzəldirik sayt üçün, ya üstündə bir düyməsi varsa, onu alıcı necə bilir ki, o düyməni necə ifadə eləsin? Batını deyirsiniz. Aha. Batınlar daha Yəni çox bizdə o belə, sadəcə şəkil kimi qalmır. siz web dizaynı danışırsınız da. Onun bizə aidiyyatı yoxdur. Yox, yox, qrafik dizayner yığmır onu. O UX UI-ya aiddir. O bizə aid deyil. Yəni web səhifəni götürüb hazırlamayacaqsınız ki, o sizə aid deyil. Belə Yəni, şey. məsəl üçün mən web banner düzəldirəmsə, orada bir düyməsi vardı. Web Mən onu banner satsam mokapları necə olmalıdır? Hə. ifadə olunmalıdır axı yəqin. Yox, saytda lazım deyil. Web banner mokaplarının qrafik dizaynı necə eləməlidir? Bax belə. Boş backgroundunuzu patternli eləyə bilərsiniz, opacity-ni azalda bilərsiniz və ya da abstrakt bir dizaynla eləyə bilərsiniz öz xidmətinizə uyğun. Sonra böyük ölçüdə eləyirsiniz də, yəni böyük ölçüdə web bannerləri şəkil kimi çıxartdınız, amma web bannerləri tək-tək qoymaq olmaz da, çünki ölçüsü balacadır deyə pikselləşir. Siz böyük ölçü götürüb o web bannerlərinizi köçürtməlisiniz və bura, böyük bir səhifəyə və arxasına belə drop shadow verməniz bəs edir. Görürsünüz? Bu ücret başa düşülür ki, web bannerdir. Yəni qrafik dizaynı belə bu şəkildə eləyir. Yəni kompüterin ekrana qoymanız sadəcə o keçmişdə qalır. Onlara ehtiyac yoxdur. Uzağa belə eləyə bilərsiniz. Yəni belə stil dizayn, uzağa belə eləyə bilərsiniz məsəl üçün. Böyük bir səhifə bu şəkildə məsəl üçün kompüterin mokaplarında və yaxud da belə eləyə bilərsiniz. Amma bunları qoymağınızda şey yoxdur. Bu artıq veb sayta aiddir, veb sayt yığınına aiddir, veb banner aid deyil. Amma qrafik dizayner daha çox veb banner üzrə aid olan bu bayaqlar göstərdiyimdir. Belə tərzlidir hələ ki. Bildiniz nə demək istəyirəm? Bəli. Başqa bir sualınız? Yox, sualım yoxdur. Hə, onu 5-10 dəqiqə dincələ, ondan sonra sizə şeyə göstərəcəm. Özümüz necə mokap hazırlamalıyıq. Tamam, o yadımda deyil, yəni hələ də eləyirəm. Keçəcək, yəni. Keçəcəm, hə, göstərəcəm, bəli. Oldu. Hə, bu videonu da göndərirəm sizə. Aha, şöyle rahat. Tamam. Çok sağ olun. Buyurun.